Ama biz burada gül kimi göz qabağında tərk olup gedirik. Hiç baxan da yoxdur. Of! Cavab verməyəcəm. Bildim kal. Deyirəm yoxdur, deyirəm. Dəliş. Ay dəliş. Deyirəm, xoşa gəlməyən nəsə var, hə? Ona görə mənə baxan yoxdur. Azirə, bizim şefin arvadı ölüb də. Arvadsızdır. Niyə mənə baxmır? Nə danışırsan Luka sən? Nə şef, nə arvadsız? Yazıqdır. Arvadının 40'ı haqlıyım, amma o hələ də ağlayır. Ağlayır yoxdur, zarıyır. Mamçika, o cür kişi ağlayır. Ölüb getmiş arvada görə. Bak, oğlan, Emma, bu da ona Cemma deyirdi. Arva, Emma, kişi, Cemma. Bəxtəbərin qızı. Taləndən sonra nə bəxtəbəri? Biləm istədim, girəm yanına. Girəm əlim ki, kişisən. Bu qədər pulun, varın, imkanı. Bir arvaqdan ötürü yoxdur qaldı. Amma getmə. Qorxdum ki, bu şirkəti bağlayar, bizi nakar paylar. Ayda, mamçika, asıl görmədiyona görə bizi işsiz qoyacaq. İş gözünə düşüb gözündən. Daha heç nəyə fikir vermir. Vallahi mən o rəhmətliyə paxıllığım tutur. Ay zərgəmiş. Neynəm ki? Bəlkə bu addan yoxdur, hə? Olur, heç kimi sevmir, yalnız bir qanını sevir. Manyaklar kimi. Bir-birə varlar yoxdur, manyaktır, hər nədir. Bircə bildiyim var ki, bütün iş düşüb gözündən. Bir gün bu şirkəti bağlayacaqdır. Nə bilmək? Amma zəniş. Qoy mən sənə bir söz deyim. Mənə elə gəlir ki, kişi gərək bir qadının ətəyindən yapışıb qalmasın. Oh! O təzə gələn var etsən. Süpermen. Süpermen kimdir o? Adı əvəz idi, əziz idi, nə deyil, bir sürahı var idi. Əvəz əziz olur. Hə, bax, əvəz, zərbiş. O belə mənim yanımdan keçəndə, istisi məni necə qarşısırsa. Oy, sən də qarsın? Hə. Ay,
xanıma tərif edir. Ellerinden Komşular. Ay, siz beni elimden öptünüz. İnanın siz bundan daha artığına layıksınız. Ay, güzel iş. Zarif Hanım, çömele gelin. Evet be. Zarif Hanım, bu yürümək üçün sizin şefdən bir qədər diqqətli olmaq gerekir. Yaxşı xanımlar, bu ayrılıq rəmzi olan sarı güllər nə demək? Şefimiz ölen arvadının ismini bu sarı güllerden alıyor. Rəhmətli sarı güllərim gəlsin. Allah rəhmət eləsin. Amma ölən adamın həyalı ilə yaşamaq özü bir günahdır. Həyat davam edir. Ama size ne var Üçte alacağınız yok. Beşte mi vereceğiniz? Xanım, hardan bu şey qayıtırdınız? Mənim gözəl ailəm, işim, gücüm, gözəl arvadım. Bəlkə də sevirsiniz eləməyəm. Əlbəttə sevdim. Amma nədənsə bu heç sizə başqalarını sevməyə mane olur. Əksinə, onun məhəbbəti mənə əlavə, inan, qüvvə verir. Necə olabilir? Bir yürekte bu kadar mühebbet necə olabilir? Bu qədərinlə 3, 4, 5, 10, 15, məsəl üçün siz. Abiçka, ay sen şunu yapayım. Əməz bəy, qızı çaşdırır. O heç birini sevir ki. Güzel hanım, xarc edirəm mani olmuyor. Eğer bir insan eyni zamanda bu kadar adamı sever, niye bu siyahiye əlavə? Siz ne demek istiyorsunuz? Sen şunu yapayım. Hanım, deyirəm, eğer insanlar, bir insanlar sevebilirsə, o siyahiyə əlavələr də etmək olar da. Ama necə olabilir axı? Bir insan eyni anda bir neçə nəfər insanı necə sevə bilər? Əslində 45 illik ömrümdə mənim bir məhəbbətim var. Qızğın, ehtiraslı. Amma bu məhəbbət obyektini tez-tez dəyişir.
şanın hediye. İstəmirəm, sənə xahiş Zərif xanım, onda bir 200'lük, özü də yaşlılığından. Onda bir şey fikirləşərəm. Danışdın? Okey, sənə çıx, mən gələndə tutaq sənə lazım. Yaxşı, çox sağ olun, çox sağ olun. Bir şanel, bir 200. Hayatım da bu saat gibi sönük. Vefasız evlat. Bəs deyirdin, Ceyhunla, heç vaxt səni tək qoymaram. Bəs nə oldu, Emma? Bəs
Deyərdim ki, məni bu qədər sevmə, Cemma. Ölərəm, tək tənha qalarsan. Yox, 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 belə məhəbbət olmaz. Belə istər, yaxşılıqla bitməz. İlahi, ilahi. O necə gözüm, necə məntiqli danışır. Doğrudan da çox gözəl deyil. Görünür, müdrik qadınıymış. Bəli, çox müdrik qadını. Məni tək qoymaqdan qorxardı. İlahi, o məni nə qədər çox sevirdi. Görünür, bu Rakaboy məhəbbəti. 15 illik məhəbbət və səadət. Cəmi müəllim, bilirsiniz, mənim də məhəbbət işlərindən başım pis çıxmır. Amma valla ölənlə ölmək olmaz. Ölənlə ölmək olmaz. Hədə ölənlə ölmək olmaz. Siz kim? Mən sizin işçinizəm də, marketing departamentini... Mən çağırmışam sizi. Yox. Mən çağırmışam. Yaxşı. Bəs o nə sözüydü dediniz? Ölənlə ölmək. Hə, Cəmil müəllim, onu mən deməmişim. Mən atalar sözü, atalar deyir. Deyirlər ölənlə... Yalandır. 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 Mən sübut edəcəm ki, ölənlə ölmək olmaz misalı vəfasız, ürəksiz ataların uydurmasıdır. Cəmil müəllim, düz deyirsə, amma reallıqda var. Ah! Reallık, reallık. Bəs Romeo diyor. Romeo. Ha. Romeo. Bəs Julietta? Julietta. Ha, Julietta. Bəs Məcnun? Məcnun. Hı? Bəs Leyli? Leyli. Bəs Kərəm? Bəs nə idi onun adı? Əsli. Bəli, Əsli. Cəmil müəllim, valla onlar Vüsala çatmamışdılar, ona görə. Salat çatma. Hə, Vüsala çatmamışdılar. Deyirsiniz ki, salat çatma. Valla öyle deyirlər. Romeo. Salat çatmamışdı. Romeo. Cəmil müəllim, o Romeo var. O Julieta'dan başqa birisini tanısaydı heç öldürməzdi özünü. Öldürmezdi dediniz. Cəmil müəllim, öldürməz. Değilsiz. Özünü öldürmezdi ha. Cəmil müəllim. Sonunda ben niye öldürüyorum? Cəmil müəllim. Cevap verin bana. Olmanın ölümünden sonra ben niye hele de yaşayacağım? Ölürsən öldürmək. Onun ölümünden sonra bütün kadınlar benim gözümde hiç. Cəmil müəllim, deyilsin, amma Romeo Julieta'nın ömrünü gözləmədi. O özü öldürdü özünü. Ah bu doğru. Öyle. Benim cesaretim çatmadı özümü öldürmeye. Ama ben öleceğim. Onsuz da her gün ölürüm.
və gül. Saat və saat. İzzət, izzət. Mən bunu onun özünə də demişəm. Mən sənsiz yaşaya bilmərəm. Harda? Yuxuda. Ölməm. Vermem değil. Ölməyim. Deyirəm ölməyim. Ölmüyor, ölmüyor. Bəs yaxşı, o nədir? Kim? Dedim. Bakayım. Yox. O danışmır. Danışmır. Bax, bu şəkildən baxdığı kimi baxır. Susur, gülümsəyir. Amma danışmır. Bəlkə mən həqiqətən də yuxudayam, hə? Siz də mənim yuxuma girmiş. Kimsə neysən? Mən əvəz əziz. Bəli, əziz. Cəmil mənim, əziz yox, əvəz. Əşi, olsun əvəz. Mən gecələr erkən yatıram ki, bəlkə o yuxuma gəlir. Amma gəlir. Girmir yuxum. Cavab verin, bəlkə mən həqiqətən də yuxudayım. Cəmil mənim, valla yuxu real. Yox. Yox, yox. Qorxuram, qorxuram mən ölməyim, dəli oldum, dəli. Cəmil mənim. Ona başa gəlin mən də baxım. Buyur. Bax. Görün siz ömrünüzdə bu məlahətdə qadına rast gəlmişsiniz. Nə bu? Cəmil mənim, bu kim? Tanıyırsınız. Bu. Nə bu? Bu mənim arvadımdır. Necə? Cəmil mənim. Bu nə yapmaq sözü danışırsınız? Baxın, bu mənim arvadımdır. Qurşaqdan yuxarı. Siz nə yapmaq danışırsınız? Necə yəni bu uşaqdan aşağı? Cəmil mənim, qurşaqdan aşağı yox, qurşaqdan yuxarı. Siz laf olsun yuxarı. Siz nə danışırsınız? Cəmil mənim, baxın. Onun qaşı, gözü burada qalır. Bu mənim... Cəmil mənim. Hər şeyi başa düşdüm, amma bu şəkil sizdə hardan? Yanımda düz 15 il bir yastığa baş koymuşam. Özüdən necə? Cəmil mənim, nə danışırsınız? Cəmil mənim. Cəmil mənim. O dediyinizdən mən də eləmişəm, düz 15 il özüdən necə? Qançırında bir ertələ. Şəklin arxasında yazıram. Nə yazır? Əzizim, ölsəm şəklimə baxıb təsəlli taparsan. İmza M. Nə? Emma? Bəli, M. Nədir? Yoxsa deyəcəksiniz ki... Əlbəttə ki. Əlbəttə. Mənim arvadımın da Emmadır. Elma. Əslində Elmiradır, biz ona Emma deyirik. Bilirsiniz, əslində bizim Emmanın da əsl adı Elmiraydı. Bircə mən ona Emma deyərdim, o da mənə Cemma deyərdi, məhəbbətlə. Bu fantastikadır, mistikadır. Nəyə fantastika mistik olsun, deyirəm ki, mənim arvadımın da adı Elmiraydı. Bircə mən ona Emma deyərdim. Cəmil mənim, siz nə danışırsınız? Baxın, bu mənim arvadımdır. Cəmil mənim. Hə, Bu fantastik. Əziz bəy, mən onu görmədim. Kim görməz, Cəmil mənim? Emma, Necəyəm görməz, Cəmil mənim? Deməz rəhmətli deyil. siz də demədiniz qoyun. Bizim Emmanı deyirsiniz. Bəli, sizin Emmanı deyirəm. Mən onu görməliyəm, elə buysa. Cəmil mənim, axı, mənim Emma işlədi, həm də mənim ev şəraiti. Sizin ev şəraitinizin mənə heç bir aidiyyatı yoxdur. Mənə Emmanın özü lazımdır. Necə? Emmanın özü lazımdır.
Hansı mənada? Elə hər mənada. Əşi, sizlə çox sual verirsiniz. Mahir, Mahir. Mahir, başqa bir qapıya gedir. Cəmi mənim. Mənim bura gəlməkdə işgüzar məqsədim var idi. Bir şeylə bağlı. Əla bir kontrakt idi. Mənə 2 nəfərlik, 2 həftəlik ezamiyyət istəyəcəkdim cəmi mənim. Mənim indi ezamiyə, kontrakt söhbət eləməyə nə vaxtım var, açığı nə də həvəsim. Mənə Emma lazım. Başa düşürsünüz, Emma. Mən Emma'nı görməliyim. Cəmi mənim, axı istəsə. Emma'nı görməliyim. Cəmi mənim. Elə bu saat. Alo, Emma, haradasın? Emma, çok təcili bizim şirkətə gəlməsin Emma. Hə, tez. Nə bacarırsan tez gəl, çox vacibdir Emma. Hə, gəlsən, gözləyirəm Emma, xahiş edirəm tez. Salam Əvəz. Əvəz, ne oldu? Məni niyə çağırmısan, hə? Əvəz, ne oldu sənə, hə? Niyə belə dayanacaqsın, hə? De görüm. Emma, bilirsən, Hə. mən çox təşviş keçirdim Emma. Axı, ne oldu, de görüm. Emma, Hə. sənə bir şey deməli. Hə, O bilirsən, bizim hə. bizim şefin direktör, bizim Sizin şef, şef kim? Cemil Bey. Şef. Hə, Cemil Bey. Onun Hə. arvadı ölü. Bizi kırka çağır. Emma yok bilirsən, onun arvadı ölü. Mən bugün gəldim onun yanına ki, İsveçrə məsələsini həll edeyim. Ne iş? Necə yəni İsveçrə? Hər nəysə. Bugün sürprizler de bitti deyəsən. Gördüm ki, o bir şəkilə baxıb, necə qəmgin ağlayır Emma. Ha, ne olsun? Emma, Ha, bilirsən, o şəkildən mənə baxan qadın bilirsən kimdir Emma? kimin? Emma, Ha, o qadın. O qadın Emma. O qadın sən idin Emma. ben yani bir o kadar ağlamalı gibi, Əvəz. Yox Emma, yox. Bilirsən Emma, onun qaşı, gözü, qulaq alır. Eynən sən Emma. Ne olsun? Əvəz, nağlı neyle biləcəksən, hə? Emma bilirsən, onun adı da Emma'dır. Yaşı da seninki kadar Emma. Emma, bizim şef, Ha, indi. ne oldu baxı, de də? O seni görmek istiyor Emma. Məni, Əvəz, nə olmuşsan? Mən eksponat var, hə? Emma yok, Emma. Emma tez karar verin Emma. Bilirsən onun ne kadar pulu var Emma, biz ondan istifade Axı, edelim ne olsun, Emma. Əvəz? Əvəz, sən İsveçrəyə gedəcəksən deyinə, o kişi mənə baxmalıdır, hə? Yok Emma, xahiş ederim Emma, gitme. Əvəz, məntiqiniz xoşuma gəldi. Çəkin, nələr doldu? Emma gitme, Emma xahiş ederim. Gözlerin aldı beni, kemende saldı beni. Gitme gel, güzel
gözlerime inana bilmirəm. Sən qayıtdın. Xilas gəl mənə. Mən sizə minnətdaram cənab. Sizin adınız nə idi? Əvəz. Bəli, əziz. Mənim əvəz. Əş olsun əvəz. Hə, tamam. Cənab. Sən mənə cənab dedin. Ne cənab? Sən mənə Cemma deyərdin əzizim. Cemma. Canım bəy, biz bir şey aydınlaşdırmalıyıq. İsveçrəyə getmək istəyirsiniz, gedin. Canım bəy, yox, bilirsiniz. Bir məsələ zadı yoxdur. Zərif xanıma deyərsiniz, nə lazımdır özü həll edəcək. Ne deyən apardı? Orada mənim evim də var. Berlində. Sizi qarşılayalım. Alman qızı Emma'nın xətrini çox istəyirdi. Axı Emma'nın anası da Alman qızı olur. Alman qızı. Bu kimmişdi kadın? Nasıl kadın? Niyə fantastik? Frank anlatmaq deməkdir, Gəncə tərəfdən. Yekaterina'nın dövründə gəlmiş Almanların nəslindən. Bilirsiniz Cemil Bey, Neyi? bizim Emma'nın da anası tərəf Almandır. Allah. Bəli. Bəlkə doğrudan da elə mən oyanmayam. Ölməmişəm, hə? Bu fantastik kadın, mistik kadın. Dəli olmuşsunuz, hə? Doğrudan belə deyirsiniz ki, mən oyanmayam, hə? Emma, əzizim, sənin səsin də dəyişmir. Əvvəlki kimi həlim, mehriban, yeri gələndə qətiyyətli, amiranə. Cənab Cəmil bəy. Cənab kim? Cəmil bəy kim? Sən mənə Cemma de, Cemma. Olsun Cem. Amma! Cənab Cəmil bəy, siz hissə qapılırsınız. O rəhmətliyin oxşarlığı sizi çaşdırır. Yox Emma, yox. Mən Emma'nın ilahi səsini unuda bilmərəm. Rədd olun. İkiniz də rədd olun da. Biriniz İsveçliyə, biriniz də qəbristanlığa. O da hirslənəndə belə deyərdi. İşte sen o da insanında bir erkek. Cənab Cəmil bəy, bəlkə siz biz çay gətirəsiniz, hə? Əlbəttə Emma, məyər çayı həmişə mən gətirməmişəm. Mami? Aha, buradadır. Danış. Danış əvəz. Qorxma. Açıq danış. Ürəyin nə istəyirdi? Emma, bilirsən onun ne kadar pulu var? Biz onun zevkliğinden, laf deliğinden bir istifadə edelim. Əvəz, sən dəli olmuşsan, hə? Sən deyirsən o zəifdir, dəlidir. Ancaq az qala məni qucaqlayıb öpsün. Sən isə deyirsən dəlidir, hə? Əvəz, sən məni qısqanmırsan. Emma yok, kıskanma. Rəzil! Aman Allah. O da belə vururdu. Sol əlindən. Axı Emma solakaydı. Mən də solakayam. Bakayım dedim ben sana. Get. Get əvəz. Emma, əzizim, düz 38 gündür mən səndən. Cənab Cəmil bəy. Axı dedim, cənab nədir? Cəmil bəy kimdir? Sən mənə Cemma de, əzizim, Cemma. Bəsdirin! Siz İsveçrəyə getmək istəyirsiniz, Bəli. 2 nəfər olacaq. 2 nəfər? Bəli. Menajerim mən. Menajerimizdən siz ya. Necə? Hə? Hadi gedirsən. Kimdən gedirsən, hə? Sveçrə mi? Menajerim mən İsveçrədə iş yola səfərim var Emma. Bağlıqlı kişi. Emma bilmirsən mən qadınlarla işləyə bilmirəm. Buna da şükür. Əslində nə? Cəmil bəy, xahiş edirəm. Mənə İsveçrəyə izahət verin. Hə, nə yaxşı. Cəmil bəy. Cəmil bəy, sizinlə tanışdığıma çox şad oldum. Mən gedim. Emma, düz deyirsən. Getmək vaxtıdır Emma, gedək. Cənab Cəmil bəy, siz məndən nə istəyirsin, hə? Nə istəyirsin məndən? Hə? Emma, əzizim, mən səndən nə istəyə bilərəm axı? Mən səndən sevgi istəyirəm. Mən səndən səni istəyirəm, əzizim. Rədd olun. İkiniz də rədd olun. Cənab Cəmil bəy. Bəli. Mənim o rəhmətliyə oxşarlığım sizi çaşdırır. Yox, çaşdırmır. Bax, siz də solakaysınız. Siz də onun kimi Cənab əsəbləşirsiniz. Cəmil bəy, doğrudur. Adım Emmadır. O qadına da oxşuyuram. Ancaq yetim uşaqların da qayğısını çəkməklə məşğulam. Allah uşaq verməyib.
Aman Allah! Başa düşdüm. O da sonsuz imiş. Ancaq mənim familiyam Sarıbəylidir. Əlbəttə, əlbəttə Emma, əlbəttə Sarıbəylidir. Məyər mən bunu bilmirəm? Bu ki şeytan işi. Şeytan işi deyil Emma, sən olsan. Sən olsan. Sən də buradan. Oo, Çəkil. Emma gitme. Nə? Rol dedim. Emma, əzizim. Emma, getmə. Emma. Kimimizi vurdu? Ben necə? Emma! Emma ne yapıyorsun? Bəlkə rəqs eləyək, hə? Olsun! Maestro! Come on, everybody! Clap your hands! Ah, you're looking good! I'm going to sing my song. It won't take long. We're going to do the twist and it goes like this. Come on, let's listen again. Like we did last summer. Yeah, let's listen again. Like we did last year. Do you remember when we played? Yeah, let's twist again. Twist the time is here. Round and round and up and down we go again. Oh baby, make me know you love me so. And then Sen, ben sana demiştim ki sen misin her şeyin en güzelini edeceksin. Ben gitmek istemem. Bəlkə gedək? Gidelim. Getdi! Canım İsveçrə! Ay ay, sargılar, ömrümü bezer. Kaç sesim olardı, daha yaşlı okuyardım. Ama el yok, onsuz değişmiştim. Sargılar, mənə xoşbəxtlik bəxş edər. Mahir! Mahir, mən sarı gülləri sevirəm. Mahir, mən dünyanı sevirəm. Mahir, mən yaşamağı sevirəm. Mahir, mən səni də sevirəm. Üstüm ki, gedə bilərsən. Vay, 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 vay. Sağ olun sen. Buyurun, kesin Haydar. Buyurun.
şeyə göndərdiyimiz var ki, Əziz Əvəzov, hə? Əvəzi verirsiniz. Bəli, Əvəz Əzizov, həmişə səhv salınam. Nə deyə bilərsiniz onun haqqında? Doğrusu bir də yaxşı söz deyə bilmərəm. Amma bir çox deyirəm ki, ayağı sürüşkəndir. Necə yəni ayaq sürüşmədir? Elə çəkmək geyinsin ki, sürüşməsin, ayaq. Yox da, elə deyil. Hə. Əvəz Əzizov, şor gözdür. Hə, yəni demək istəyirsiniz ki, o Emma'ya xəyanət edir. Xəyanət deyil, üstünə mən oldu. Mən Emma deyim. Heç ağlamdan çıxdı deyil. Yəni, demək istəyirsiniz ki, o arvadına xəyanət edir, hə? Xəyanət deyəndə ki, şor gözdür də o bəzi kişilər kimi. Zərif xanım, necə bilirsiniz, sizcə arvadı bilir, yarı olur? Həssas davranışlar, bilməli. Deməli bilir. Əvəz deyir ki, mən arvadımı çox sevirəm. Əcəb humanizmdir. Əvəz, nezamiyyət vaxtını biraz artırmaq istəyir. Nə deyirsiniz? Siz də onun nezamiyyətini artırar. Artırın. Nə qədər istəyir artırın. Cəmil bəy, siz aşıq olmusunuz? Bu dünyada hər şey dəyişir Zərif xanım. Hər şey. Nasıl yapar? Aşk oldu. Ay vay. Sarı günler. Məlli qoymurlar nə yerinə. Ömrümü bəslər. Ay sarı günlər, sarı günlər. Salam Cəmil bəy, necəsiniz hə? Xoş gəlmişsiniz Emma xanım. Çox sağ olun. Buyurun, keçin əyləşin, buyurun. Çox sağ olun. Gəldim görüm, Əvəz gəldim. Yox, hələ gəlməyin. Hələ baxsan sarı günlərdir. Cəmil bəy, elə bilirsiniz ki, siz məni bu sarı günlərlə təslim edə bilərsiniz. Nədir? Niyə elə baxırsınız? Çox oxşuyur, Bəli, çox oxşuyur. Cənab Cəmil bəy, məni o rəhmətli biləndə sən deyirsən, real vəziyyətdə qaydanda siz deyirsiniz. Elə deyilmi? Elədir, düz deyəm bunu. İndi mənim üçün real vəziyyətlə qeyri-realın heç bir fərqi qalmıyor. Mən o yetim uşaqları görəndə, sizə ana deyib, ətəyinizdən yapışan körpələri görəndə, Emma, mən göz yaşlarını saxlaya bilmirəm. Cənab Cəmil bəy, siz o yetim uşaqları indi görürsünüz. Bu dünyada sevgiyə, məhəbbətə o qədər insanlar var ki. Emma, mənim həyatım səndən hər görüşdən sonra dəyişir əzizim. Cəmil bəy, başınız qarışıb mənə, unutmuşsunuz Emmanı. Bu günlərdə götürün, aparın öyle misin? Düz. Düz deyirsiz Emma. 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 Mən indi xoşbəxtəm, başa düşürsünüz? Mən indi sizlə xoşbəxtəm, Emma. Siz Xoşbəxt. mənim zəhlimi döndünüz, Cənab Cəmil bəy. Mən gedim. Emma, əzizim. Mənə 2 dəqiqə vaxt verin. 2 dəqiqə vaxt verin, indi qayıdın. Emma, sən burada nə gəzirsən Emma? Gəldim görüm, İsveçrədən qayıtmışsan ya yox. Hə, Emma, sən mənim üçün gəlmirsən, mənim üçün darıxmısan hə? xeyr, darıxmamışam. Sağ olsun. Şefim, Cənab Cəmil bəy, o məni darıxmağa qoymadı. Necə yəni darıxmağa qoyur? Hə, nədir? İstədiyin bu deyil. Hə? İndi nə qədər istəyirsən, get onun pullarını xərclə. Emma, əzizim. Yaxın gəl, sənin geri qayıtmağını qeyd edin. Əziz bəy, xoş gəlmişsiniz. Həmişə siz gələsiniz. Niyə belə tez gəldiniz? Birincisi əziz yox, əvəz. Əşi olsun əvəz. İkincisi, gördüm. Hörmətiniz artıq və həvəsini verin. Nə bə? Mən sizin məhəbbətinizdən Əvəz bəyə danışmışam. Emma, sən ona fikir vermə. Mən
Mən səni çox sevirəm, Emma. Xahiş edirəm, Emma. Rəddol, çəkil. Emma. Emma əzizim, mən səni daha çox sevirəm Emma. Başa düş, mənim sevgimi başa düş Emma. Emma, qulaq asın, Emma. Sən məni nə hesab edirsən, hə? Sənin bu var dövlətinə görə, bu sarı günlərinə görə sən elə bilirsən ki, mən öz namusumu, ruhumu satacaq qadına? Hələ sən, öz arvadını müdürünə beş-beş çəkən ər. Sizin kimlərinə bu cəmiyyətdə